Hazreti Peygamber sallam qəlbin paslanmasından bir kəlam buyurur. Hazret buyurur ki, necə ki dəmir pas atır, insanların da qəlbi pas atar. Sual edirlər, ya Resulallah, onu təmizləmək, onu cilalamaq, bu cila ilə ərəb sözüdür, bizdə işlənir. Cilalamaq hansı yolla eləyək ki, biz qəlbimizi paklayaq, onu cilalayaq? Həzrət buyurur ki, insan öz qəlbini 3 şeylə pasını açsın, daha doğrusu bizim dillə desək, yəni cilalasın. Birincisi, Allahı zikr etməklə. Yəni bu ay elə bir aydır ki, görürsən ki, istər-istəməz oruç səni neynir? Həmişə zikr halında olursan. Ondan da əvvəl başqa bir şey var ki, dəstəmazlı olanda sən zikr halındasan. Çalışın, istər oruculuq olsun, istər oruculuqdan başqa vaxtlar olsun, həmişə dəstəmazlı olun. Çünki dəstəmazlı olmaq sizin ruhiyyənizdə o zikri həmişə yad edirsiniz. Yəni öz-özünə desən ki, mən dəstəmazlıyam, mən pakam, ibadət halındayam. Yəni Allaha hər bir an zikr eləməyin ən fəzilətli yolu budur ki, insan həmişə dəstəmazlı olsun. Oruç da tutanda, oruç halı səni elə özü həmişə zikr halında saxlayır. Hara gedirsən, özünə nəzarət edirsən. Biri ilə danışırsan, nəzarət edirsən ki, mən axı orucam. Elə bax, bunu demək özü Allahı zikr eləməkdir. Və yaxud da ki, namaz qılmaq, yəni hər bir halda Allahı zikr eləmək, qəlbin paslanması açar, qəlbi paklayar. Həzrət buyurur ki, ikincisi, tilavətül Qur'an, Qur'anı oxumaq. Çalışaq möminlər bu ayda heç olmasa Qur'anı öyrənsinlər. Mən elə bir ara istədim ki, bura gətirəm bir dənə, bir o lövhə ki deyirik, lövhə qoyaq, 10 günə Qur'anı öyrənək. Çünki Qur'anı öyrənmək 10 günə öyrənirsən və çox da asandır. Amma şeytan onu bizə görsən ki, çox uzun göstəribdir. 10 günə Qur'anı öyrənirsən və hər öyrəndiyin Qur'an üçün sənə Allah Qur'an tilavəti yazar. Hələm öyrənəsən. Və bir hədisdə var ki, hər kəs ki Qur'anı öyrənməyə başlayır, Allah onun valideynlərinin və özlərinin günahlarını əfv eləyər. Yəni Qur'anda o qədər əzəmət var ki, gərək Qur'anın tilavətinə diqqət eləyək. Bir Qur'an ayəsi oxumaq 1000 ayə, daha 1000 ayə demir, deyir bir xətm oxumaqdır. Yəni elə var ki, bir ayə oxumaqla sənə 1000 ayə oxumağın savabı yazılar. Amma bu ayda bir ayəni Peyğəmbər sallam buyurur ki, Allah sənə bir xətm yazacaq. Niyə əldən veririk biz bunları? Heç nə bilmirsən, heç olmasa qul huvallahu oxu, keçən dəfə də mən onu dedim. Nə qədər bu ayda çox Qul huvallah Tevhid surəsini oxusan, hər birinə Allah sənə 5 xətm yazacaq. Çünki 5 ayədir. Yəni Qul huvallahdan daha asandı yoxdur ki, ondan gərək biz istifadə edək. Və Həzrət buyurur, və zikrül maut, qəlbin, Həzrət buyurur ki, kirin aparan, nurlandıran, pasın açan, filan eləyən nədir? Ölümü yad eləmək. Ölümü hər an yad eləyin. Əcəl bir dəqiqə nə gecikməyəcək, nə də tez gəlməyəcək. Hər an ölümü gözümüzün qabağına qoymalıyıq. Evdən çıxdın, evə girdin, yatdın, denən ki, Allah, mən neyniyəcəm? Birdən öldün. Odur ki, deyir ki, namazı qılanda elə namaz qıl ki, elə bir axırıncı namazı qılırsan. Axırıncı, əgər bizə gəlib, misal üçün, belə deyək, biri desə deyəndə daha doğrusu Allahın belə mələyi desə ki, bəndə, bu sənin axırıncı namazındır, qıl, gedirsən. Sən o namazı necə qılarsan? Ağlaya-ağlaya qılarsan, uzada qılarsan. Ondan sonra hərfləri elə deyərsən ki, hər hərfində bir göz yaşı çıxar səndən ki, gedirəm. Allaha olan eşq, məhəbbət da dünyadan ayrılacaqsan. Dünya da oğul qız getdi. Çünki gedirəm axı. Odur ki, çalışın hər anı bacarmasaq da, heç olmasa namazı o halda qılaq ki, ola bilsin ki, mən elə namazda gedəm. Nəyin ki, namaz qutarandan sonra. O baxmışsınız da qoyublar, neçəsi namazın içində elə səcdədə qalıb.
Odur ki, ölümü hər an zikr eləmək qəlbin pasını açar, qəlbimizi nurlandırar, yəni təqvanı gücləndirər.